Hər vaxtınız xeyir olsun, əziz auditoriya, ekran qarşısında bizlə izləyən tamaşaçılar. Çıxışa doğru telelayihəmiz yenidən davam edir. Biz gəldik ki, bugün gözəl bir mövzu ilə sizi müzakirəyə dəvət edək. Müzakirə isə vətən mövzusu olacaq. Vətənpərvərlik, vətəndaşlıq borcu və bu tərbiyənin aşılanması yollarında hansı əsas vacib öhdəliklər və vəzifələr durur. Odur ki, vaxt itirmədən istəyirəm bizim ekspertləri dəvət edim, sonra qarşıda bizim elə gənc auditoriyamızda müzakirələrə qoşulacaq. 45 nömrəli məktəbin direktoru Nəcibə xanım Axundova bizimlə bərabər olacaq. Hoş gəlmişsiniz Nəcibə xanım, hoş gördük sizi, buyurun, əyləşin. Və yazıcı Günel Eyvazlı bizimlə bərabər. Vətənpərvərlik mövzusunda onun aşılanması istiqamətində atılan addımları bizimlə bərabər müzakirə edəcək. Bizim daha iki qonağımız var. Biz Xaricdə Təhsil Dövlət Proqramının məzunu Araz Bağırlını studiyamıza dəvət etmişik və Polkovnik Leytenant Elşən Qarayev bizimlə bərabər olacaq. Bir qədər müəyyən səbəblərdən onlar bizim efirə gecikirlər, ancaq biz onları dəvət etmişik, artıq onlar studiyaya yaxınlaşır. Mən istərdim elə sizinlə başlayayım, əziz xanımlar. Demək ki, vətənpərvər olmaq üçün xanımlarımızdan bu sözü eşitmək, onu müzakirə etmək bizə bəlkə bir şansımızdır. Mənimlə gəlir ki, bir məktəb direktoru kimi siz də mənimlə razılaşarsınız. Çünki məktəb rəhbəri olmaq, Nəcibə xanım, ümumiyyətlə ictimai fəaliyyətlə məşğul olan və cəmiyyətdə müəyyən mənada öhdəlikləri üzərinə düşən bir xanım kimi daha çox məsuliyyət daşıyır. Çünki təlim-tərbiyə işində vətəndaşlıq hissini aşılamaq, vətənə olan sevgini tərbiyə etmək ən önəmli məsələlərdən biridir. Necə düşünürsünüz? Düzdür, düz deyirsiniz, çox düzgün vurğulayırsınız. Mən burada əyləşən qonağımızı və uşaqlarımızı, şagirdlərimizi, tələbələrimizi salamlayıram. Qeyd eləmək istəyirəm ki, bizimlə birlikdə 45 nömrəli məktəbin şagirdləri də bu studiyadadır. Hal-hazırda mənimlə birlikdə gəliblər. Onları da şagirdlərimi də salamlayıram. Siz çox düzgün vurğuladınız ki, məktəb olaraq, məktəb yalnız təlim-tərbiyə ocağı deyil, həmçində vətənpərvərlik hissinin və vətənpərvərlik tərbiyəsi ilə birbaşa məşğul olan bir müəssisədir. Mən bura öncə gəlməmiş biləndə ki, vətənpərvərlik mövzusu olacaq, ilk öncə elə bil ki, tarixə bir nəzər saldım və xalqımızın çox gözəl, tarixə nəzər salsaq görərik ki, xalqımızın çox gözəl bir ənənələrindən biri öz el-obasına, yurduna, xalqına, torpağına bağlılıq kimi bir hissi olur. Və bu bağlılıq ona gətirir ki, biz daim xalq olaraq, millət olaraq öz torpaqlarımızı, vətənimizi, xalqımızı müəyyən düşmənlərdən, müəyyən işğalçılardan qoruyuruq. Və bu amalla hərəkət edən insanlar bəzən olur ki, vətəndaşlığın ən uca, ən ali bir səviyyədə vətəndaşlıq borclarını yerinə yetirirlər. Onlar öz canlarından keçirlər, torpaqlarından ötürü, vətənlərindən ötürü. Yəni, hər zaman buna hazırdılar. Bəli, hər zaman hazırdılar və xalqımızın da doğrudan da belə qəhrəmanları çoxdur. Vətəndən ötürü öz canından keçməyə hazır olan və keçən qəhrəmanları çoxdur. Mən düşünürəm ki, gənc nəslə məhz bu cür qəhrəmanların həyat yolunu nümunə gətirmək, onlar haqqında danışmaq, söhbətlər aparmaq təkcə məktəb vəzifəsi deyil. Bu, həmçinin də bir Azərbaycanlının borcudur. Biz öz qəhrəmanlarımızın nümunəsində öz gənc nəslimizi tərbiyə edə bilərik. Çünki kifayət qədər qəhrəmanlarımız var. Mən Nəcibə xanımı xüsusi qeyd eləmək istəyirəm, çünki Nəcibə xanım bizim şəhid Polkovnik Sənan Axundovun həyat yoldaşıdır. Şəhid 2016-cı ildə aprel döyüşlərində şəhid olan, onun ruhuna alqış istəyirəm. Çünki qəhrəmanlarımız alqışa layiqdir və haqqı çatan insan kimi mən Nəcibə xanımdan xahiş elədim. Bugün bir ekspert qismində bizə qoşulsun. Sənan Axundov təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda, hətta Avropada, Almaniyada bir vətənpərvərlik hissi nümayiş etdirərək hərbi vəzifəsinin öhdəsindən layiqincə gəldi. Hətta şəhid olmaqdan belə qorxmadı. Demək ki, bu hissi, qorxmamazlıq, cəsarət, hünər hissini təkcə ailə, məktəb deyil. Bunu ümumiyyətlə mənə elə gəlir ki, hər hansı bir genetik kod olmalıdır. Necə düşünürsən Günel? Yazılarında sən ümumiyyətlə belə hissləri qabardırsan. Mən bilirəm ki, sən də bir ədəbiyyatda vətənpərvərlik hissini aşılayan bir xanımlarımızdansan.
Mənə elə gəlir bu kod olmalıdır hər bir cəmiyyətin, hər bir millətin genində ki, o sonradan fəaliyyətə keçir və insan istər-istəməz vətənə olan hissini göstərir, nümayiş etdirir. Tez-tez biz də tələbələrlə görüşəndə, belə gözəl görüşlər olanda, verilişlər olanda mən auditoriyaya öncə sual verirəm, vətən nədir? Mənim üçün çox maraqlıdır. Auditoriyanın cavabı, vətən nədir? Sonra cavab verirəm, belə görürəm, çox qəliz qalırlar nədir və yaxud da populist çıxışlar var, vətən nə bilim, haradan başlayır belə. Vətən mənəm, vətən sizsiz. Vətən öz tələbəsini vicdanla böyüdən, yetişdirən müəllimdir. Vətən onun yanına nailac xəstəliklə gələn və xəstəsini sağaldıb ayağa qaldıran həkim deməkdir. Vətən malından, mülkündən, pulundan uf demədən keçən Hacı Zeynalabdin Tağıyev deməkdir ki, insan öz əmlakından bəlkə də heç keçməz, bəlkə yaxınlığı üçün keçməz, uzağı üçün heç keçməz. Amma Tağıyev evladlarını, vətənin evladlarını öz evladı bilərək onları xaricdə də oxutdurub, bu vətən üçün fabrik, zavodlar, qız məktəbləri tikdirib, nələr eləməyib və onun timsalında digər milyonçular. Vətən Mirzə Şəfi Vazehdir. O Vazeh ki, sual verəndə Axundova nə olacaqsan, cavab verir ki, molla olacam, deyir, sən demiş harlar. Mirzə Şəfi Vazehin təpkisi nəticəsində və əsl müəllimliyi nəticəsində bizim dramaturgiyamız, nəinki bizim, Azərbaycanın deyil, müsəlman şərqi ilk dramaturqunu qazandı. Biz molla yox, dramaturq qazandıq, ədib qazandıq. Demək ki, Gönül xanım, vətən hər birimizin şəxsindədir. Onun vəzifəsindən, statusundan, cinsiyyətindən asılı olmayaraq. Yəni, bu bir ovuc torpaq məsələsi deyil, bu vətəndaşın vətəndaşı olan hörmətidir, etikasıdır, mədəniyyətidir, skamyanı qırmamaq deməkdir, zibili yerə tökməmək deməkdir, öz tələbə və mehribançılıqla yanaşmaq deməkdir. Vətəndaşlar çox xahiş edirəm, bax, belə münasibətlərdə siz də aktiv olun, qoşulun, münasibət bildirin. Çünki əgər Günel xanım bu prizmadan yanaşırsa, demək ki, təhsilindən asılı olmayaraq, hər hansı bir insan, hansı peşəni özünə borc bilib, seçibsə, bu artıq keçir olur vətəndaşlıq borcu. Bu da böyük bir məsuliyyət qoyur. Günel, biz davam etdirəcəyik. Mən bizim xaricdə təhsil dövlət proqramının məzunu Araz Bağırlını dəvət etmək istəyirəm studiyamıza. Araz, nəhayət ki, bizimlə bərabərdir. Araz, buyur, xoş gəlmirsən. Xoş gördüm. Əyləş. Demək, vətənə olan sevgi təkcə ölkənin daxilində deyil, ölkəni hətta tərk etdikdən sonra da, onun hüdudlarından kənarda fəaliyyət göstərdikdə belə, təhsil aldıqda, ictimai fəaliyyətlə məşğul olduqda, burada nümayiş etdirmək mümkündür. Araz, sən xarici ölkələrdə olmuşsan, orada hər hansı bir ictimai fəaliyyətlə məşğul olmuşsan, təhsil almışsan, hüdudlardan kənardan vətənimiz, məmləkətimiz necə görünür? Yəni, sevgini qoruyub saxlamaq mümkün olurmu, yoxsa oranın da cəzbedici gözəllikləri bizi aldada bilər? Təbii ki, çox sağ olun suala görə. Öncəliklə hər birinizi salamlayıram və belə bir önəmli mövzuda müzakirə təşkil etdiyinizə görə minnətdarlığımı bildirirəm. Vətən xaricdə insanı tamam başqa cür hisslərə qapılır. Vətəni artıq orada düşünürsən, dərk edirsən, çünki sən artıq hiss edirsən ki, sən hara məxsussan, öz mənsubiyyətini hiss edirsən, öz mənşəvi hiss edirsən, daha güclü. Yaşadığın toplumda həmin toplumla öz aranda olan fərqləri, daha çox burada dəyərlər arasında olan fərqləri və oxşarlıqları kəşf edirsən özün üçün. Və təbii ki, hər bir insan, mən düşünürəm ki, əgər öz vətənini, belə deyək, tanıyırsa, öz mənşəyini tanıyırsa, mənsubiyyətini tanıyırsa, bu fərqləri hiss edir və başa düşür ki, mən hansı topluma aidəm, hansı sivilizasiyaya aidəm, hansı, belə deyək də, mədəniyyətə aidəm və siz düzgün qeyd elədiniz, mən özüm də bakalavr səviyyəsini bitirdikdən sonra bir müddət xaricdə fəaliyyət göstərmişəm, Almaniyada magistr təhsili almışam və həmin dövrdə mənim magistratura təhsilim heç də mədəniyyət sahəsinə yaxın bir təhsil deyildi, bu iqtisad təhsili idi, amma biz Azərbaycanlılar, daha konkret desəm, Almaniyanın Bremen şəhərində yaşayan Azərbaycanlılar düşündük ki, biz kimsə iqtisadiyyat oxuyur, kimsə siyasət oxuyur, kimsə fəlsəfə oxuyur, ancaq Bremen üçün biz ilk növbədə Azərbaycanlıyıq. Yəni, yad bir ölkədən çox nadir hallarda rast gəldikləri bir ölkə vətəndaşıyıq, ölkənin vətəndaşlarıyıq və həmin dövrdə biz düşündük ki, bir Bremen Azərbaycan cəmiyyəti yaradaq. Cəmiyyətin adını da belə qoyduq, Bremen Azərbaycan cəmiyyəti və həmin cəmiyyət ilə düşündük ki, biz gənclər
heç bir belə deyək də təşkilata bağlı olmayan, heç bir kampaniya, sosial kampaniya içində olmayan sadə bir tələbələr Almaniyada yaşayan nə edə bilərik ki, burada yaşayan Alman cəmiyyəti Azərbaycan mədəniyyətini bütün öz dərinliklərinə dərk eləsin və buna görə başladıq düşünməyə. Bu mən indiyə qədər həmişə də deyirəm, bu barədə bizə heç kəs heç bir təklif verməmişdi, xahiş eləməmişdi, heç bir tədbirə dəvət etməmişdilər. Biz bunu ilk növbədə vətəndaş məsuliyyəti çərçivəsində Azərbaycanlı kimi elədik və çox böyük qürur hissi ilə bu gün deyə bilərəm ki, həmin cəmiyyətdə olan Azərbaycanlılar, onların sayı 20-30 nəfərdən artıq deyildi. Ancaq bir 600 minlik şəhərdə və Almaniyanın 3 əsas siyasi mərkəzlərindən biri olan Minsk öz parlamenti var, öz idarə etmə sistemi var, Bremen şəhərinin. Həmin şəhərdə biz parlament səviyyəsində sonunda qəbul olunduq və parlamentdə biz həm plenar iclasda iştirak elədik, həm Heydər Əliyev Araz cəmiyyəti yaradanda hədəf parlament var idi mi hədəfdə, yoxsa bu sadəcə fəaliyyətiniz nəticəsində bir uğur əldə etdiniz? Yox, səmimi desək bizim heç birimizin belə bir təcrübəsi yox idi. Biz elə burada əyləşən gənclər kimi sadəcə günümüzü part arxasında keçirdirdik və sonra gedib öz əyləncələrimizlə və ya dərsimizlə məşğul olurduq. Ancaq İstərseniz bu araşdırma, bu istiqamətli düşüncə bizi gətirdi, ora çıxartdı ki, bu cəmiyyət üçün biz necə özümüzü tanıda bilərik. Tələbə kimi universitetdə tələbə yoldaşlarımızı və müəllimlərimizi tanıda bilirik. Ancaq cəmiyyət təkcə təhsil sistemindən ibarət deyil, digər müstəvilərdə də tanıtmaq lazımdır. İctimai fəaliyyətlə hər hansı bir tədbir, layihə, aksiya şəklində. Ümumiyyətlə, mənə elə gəlir ki, Nəcibə xanım, biz artıq hər hansı bir strategiyada ideologiyanı əsas tutmalıyıq. İdeologiyamız isə Azərbaycançılıqdır, milli mənəviyyatımızdır. Məktəbdə, ailədə, hər hansı bir ictimai statusda insanlar bunu çalışır ki, qabartsın. Ancaq hər bir halda mənə elə gəlir ki, müasir dönəmdə bu çox çətindir. Çünki Azərbaycan bütün dünyaya açıq bir ölkə, sivilizasiyaların qovşağında yerləşən bir məmləkət, başqa mədəniyyətləri özündə ehtiva edən və başqa mədəniyyətlərə açıq olan bir şəraitdə gənc nəsli milli kökünə bağlamaq üçün hansı ideoloji vasitələrdən istifadə olunmalıdır ki, o yenə də hər zaman vətənpərvər olaraq qalsın. Çünki adətən sosioloqlar deyirlər ki, vətənpərvərlik hissi yeniyetmələrə məxsus olan bir hissdir. Sonraki dönəmlərdə insanın bəzi tərəddüdləri meydana gələ bilər. Ancaq məhz o dönəmdə gənc ikən, yeniyetmə ikən bunu ideoloji xəttə çevirmək üçün hər bir vasitədən istifadə etmək mümkündür. Bilirsiniz, Nailə xanım, vətənpərvərlik hissi təkcə məktəbdə aşılanmalı deyil. İlk növbədə uşaq hələ ilk zamanlarından belə ailədə aşılanmalıdır. Və bayaqlar Günel xanım çox düzgün vurğuladı ki, vətənpərvərlik yalnız sadəcə, mən belə düşünürəm ki, sadəcə ön cəbhədə əlində silah torpaqları qorumaq deyil. Doğrudan da vətənpərvərlik bu günləri öz layiqli bir vətəndaş olmaq, zəruri biliklərə malik olmaq, gözəl bir mütəxəssis olub Azərbaycana xidmət etmək də vətənpərvərlikdir. Və ailə bu günləri dünyaya göz açan uşağa ilk addımlarından, ilk günlərindən ailəyə özü ona sevgi göstərməklə, rəğbət göstərməklə, qayğı göstərməklə o uşaqda müəyyən hisslər yaradır. Ailə dəyərləri, milli dəyərlərə hörmət, ailəyə bağlılıq, böyüyə hörmət, kişiyə qayğı. Bu hamısı bizim milli dəyərlərimizdir, ailə dəyərlərimizdir. Və ailədə bu cür dəyərlər içində formalaşan, böyüyən uşaq sabahları məktəbə gələndə məktəb mühitində daha da ona vətənpərvərlik hissini aşılamaq daha da asandır. Düzdür, biz deyirik ki, müəllim əməyi cəmiyyətimizi formalaşdırır. Müəllimlər bugünkü həkimləri, ziyalıları, hakimləri, sabahki prezidentləri, nazirləri müəllimlər yetişdirir. Məktəbin əziyyətinin nəticəsində bu insanlar formalaşır. Və məktəbin birinci, ən ümdə amalı, məqsədi yalnız zəruri biliklərə malik, zəruri bacarıq və vərdişlərə malik bir insan deyil, həmçinin də zəngin mənəviyyata malik, geniş dünya görüşünə malik, Azərbaycana, Azərbaycançılığa sadiq olan bir şəxsiyyət yetişdirməkdir. Bu məktəbin ən başlıca vəzifəsidir. Uşaq, şagird hamı kimyaçı və ya fizik ola bilməz. Hamı gözəl, bütün elmləri mənimsəyə bilməz. Uşaqların qavrayış səviyyələri müxtəlifdir. Amma biz bu günləri onlarda aşılayırıqsa ki, aşılamalıyıq ki, sən ilk növbədə insani xüsusiyyətlərə malik olub, vətənə bağlı bir insan olmalısan. Sən sabahları Araz mənim dediyi kimi, Arazın dediyi kimi çox gözəl fikirlərdir ki,
qəribçilikdə, yad ölkələrdə yaşasan belə Azərbaycanı təmsil edəcək gücünə malik bir gənc kadr olmalısan, gənc olmalısan. Sən Azərbaycana öz köklərinə bağlı bir insan olmalısan. Sən öz soy kökünü unutmamalısan, bağlılıqları unutmamalısan və hər zaman düşünməlisən ki, yəni məktəbin bugünkü amallarından biri budur ki, həmin uşaq sabahları Azərbaycan cəmiyyətindən uzaqlaşsa, təhsillə əlaqədar, işlə əlaqədar olsa belə müəyyən xaricdəki təhsil sistemində təhsil alıb mütləq geri dönmək içində o bir geri dönmək həvəsi olsun ki, mən əldə etdiklərimi Azərbaycan xalqı üçün istifadə edeyim. Bu sevgi dönür olur vətənpərvərlik Bəli, hissi. bu vətənpərvərlikdir. Bəli, mən ona görə deyirəm ki, vətənpərvərlik doğrudan da əgər bu günləri gənc nəsil öz gələcək, onların birinci növbədə vətənpərvərlik, mən belə düşünürəm ki, onlar içlərində fikirləşməlidir ki, vətənpərvər olmaq sabahlar gözəl təhsilə yiyələnib və yaxud da peşə təhsili də ola bilər bu. Peşə təhsilinə, ali təhsilə yiyələnib gözəl bir mütəxəssis olub, Azərbaycana səmərəli fəaliyyətimlə Azərbaycana, xalqıma bir fayda verim. Bu da vətənpərvərlikdir. Əlbəttə. Və Günel, mən əslində biraz gənclərə yanaşmada boşluqların olduğunu hiss edirəm. Biz xalq ikən çox maarifpərvər və sözün əsl mənasında məsləhəti, tövsiyəni verməyi xoşlayan xalqıq. Ancaq bəzən elə olur ki, gənclər bu dönəmlərdə məsləhətdən biraz qaçırlar. Yəni, məsləhəti dinləmək, tövsiyələri dinləmək bir qədər darıxdırıcı gəlir. Demək ki, vətəndaşlıq hissini aşılamaq üçün, vətənpərvər tərbiyəsini həyata keçirmək üçün kompleks tərbiyə sistemini həyata keçirmək lazımdır. Onun hər bir həyatının elə bir sahələrinə nüfuz etmək lazımdır ki, o özü də hiss etmədən dönüb olacaq vətənpərvər. Yəni, bayaq sən çox gözəl bir məqama toxundun. Oturduğun yeri çirkləndirməmək, qayğıkeş olmaq, mərhəmətli olmaq, nəciblik hissini nümayiş etdirmək, bu artıq istər-istəməz şuuraltı insanı çevirib edir vətənpərvər. Bəli, bayaq siz ideologiyadan danışdınız. Əlbəttə, vətənə sevgi ailədən başlayır. Əgər sən öz evladıva sulus danışma deyəcəksənsə, sən əsil vətəndaş böyütməyəcəksən. Amma sən onu dinləməyi bacaracaqsansa, ona fikir mübadiləsi aparacaqsansa və qarşına prioritet məsələ kimi mən vətənim üçün vətəndaş yetişdirməliyəm kimi belə uca bir amalı qoyacaqsansa, sən əsil vətəndaşsan. Və növbəti mərhələdə bəli, o əsas məhəbbətdir. Sən o məhəbbətin toxumunu evladımın ürəyinə becərə biləcəksənsə, o spiralvari şəkildə inkişaf eləyəcək. Yaxınlarını sevməyə başlayacaq, məhəlləsini, şəhərini, ölkəsini, torpağını, vətənini. Bəli, bəli. Yəni gözəllik məhəbbətdən, sevgidən, nəvazişdən gözəl nə var ki həyatda? Həyatda ən böyük bədbəxtlik laqeydlikdir. Bir insana bəslədiyin biganəlikdir. Eləcə də növbəti mərhələdə ki, uşaqlar artıq şagirdlik dönəminə başlayırlar, artıq növbəti məsuliyyət müəllimlərin üzərinə keçir. Yaxınında, qohumunda bir negativ görən kimi uşaqlar tez çirklənə bilirlər, küsə bilirlər. Biz bacardığımız qədər, hər birimiz o qədər incəliklə yanaşmalıyıq ki, onların heysiyyatına, duyğularına ki, onu ləkələməyək ki, o sonra bir-iki Azərbaycanlının və qarşısına çıxan kəslərin pis olmasına görə vətənimi sevmirəm deməsin. Məsələn, mənim çox xoşum gəlir Yahudilərin uşaq böyütmə mədəniyyətindən belə deyək. Onlar dünyada çox köç etmiş xalqdılar və anlayıblar ki, insan bir dəqiqədə hər şeyini itirə bilər. Tsunami ola bilər, zəlzələ ola bilər, müharibə ola bilər. Sən hər şeyi bitirə bilərsən. Amma sənin özünlə götürə biləcəyin bir qiymətli əşya var. O canın və başın. Başın, onun biliyi üzərində çalışmalısan. Çünki maldır, mülkdür, hər şey gəldi gedərdi. Sən amma bütün qüvvəni səfərbər eləyib əsl vətəndaş düşünən insan, mən diplomlu, boş insanlardan danışmıram. Sən əsl vətəndaş düşünməyi bacaran, fikirlərini izah etməyi bacaran insan yetişdirəcəksənsə, sən əsl vətəndaşsan. Məsələn, pozitivlik aşılamaq lazımdır cəmiyyətə. Məsələn, biz özümüz yazıçıyıq. Mənim yadımdadır, günlərin bir günündə René Magritte haqqında bir yazı işləyirdim. Mən başladım onu tədqiq etməyə, axtarışlar etməyə. Məşhur sürrealist rəssamdır, Belgiyalıdır və bütün həyatı boyu ağ-qara rəsmlər çəkib. İkinci Dünya müharibəsində adam anlayır ki, mən
cılız bir insanam, rəssamam, mən əlimə silah götürüb gedə bilməyəcəm, bəs vətənimə necə xidmət eləyim? Ona görə də köhnə stilini kənara qoyur, mən ağ-qara deyil, daha rəngləri gətirəcəm rəssamlığa və başlayır işıqlı, günəşli rəsmlər çəkməyə ki, ən azından mənim tablolarıma baxıb pozitiv enerji ötürməliyəm. Bizim xalqımız zaman-zaman işğallar yaşamış, müstəmləkəçilik altında əzilmiş bir xalqdır, repressiya görmüş bir xalqdır. Depressiv qorxu, depressiv yaralar bizim şuurumuzdadır, onlardan aşındırmalıyıq özümüzü. Və özümüzə məlhəm olmalıyıq, özümüzü sevməklə. Dünya miqyasında bir ovuc qədərik, 10 milyonluq. Bizim özümüzdən başqa heç kimimiz yoxdur. Biz də özümüzə biganəliklə yanaşsaq, onda kimə lazımıq ki? Biz özümüzə hörmət eləməsək, bizə heç kimi hörmət eləməyəcək. Bunu özümüzdə aşılamalıyıq. Hər birimiz kənara çıxanda Azərbaycanıq. Çünki əlini, vəlini, pirvəlini tanıyanda, sən əgər dürüst, vicdanlı, yaxşısansa, heç kimi aldatmadınsa xarici ölkədə, Azərbaycan adı gələn kimi həmin o tək-tək fərdlər yada düşəcək ki, yox, Azərbaycanlılar vicdanlıdır. Çünki onların elə bir misalı olub. Bax, belə özünə vətən kimi yanaşmalısan. Ona görə özünü başdan ayağa qurmalısan, özün qurmalısan. Bunu sənə məktəb verə bilmədisə, eybi yoxdur, olur da düzgün müəllimin qarşısına çıxa bilməyirsən. Məsələn, bir dünyada Edison misalı var ki, müəllimi ona kütbeyin deyirdi. Amma valideynin çabası nəticəsində alim yetişdi. Yəni ki, növbəti mərhələdə valideynin də pis ola bilər. Heç kim uğurlu ailələrdə doğulmur. Amma yaxşı müəllimin əlinə düşəndə xilas ola bilərsən. Yaxşı, müəllimin də yaxşı olmadı. Hər birimiz bir xilaskara çevrilsək, Demək ki, Günel, demək ki, çevrilsək xilas eləyəcəyik, bütöv bir toplumu xilas bu eləyəcəyik. təhsillə bağlı olan bir his deyil. Mücərrəd hissdir və Həm də his təhsillə bağlıdır. Yəni bu bir istiqamət verə bilər. istiqamət. Çünki o qədər bizim məsələn insanlar adlarını çəkdiyiniz ziyalılarımız var ki, onların ailəsində belə valideynləri bəlkə də biraz savadsız və dünya görüşü kasad olan insanlar. Ancaq nə qədər vətənpərvər, nə qədər vətənini sevərək ona layiq olan bir övlad yetişdiriblər. Bax, bu da həmişə bizdə nümunə olub. Mən istəyirəm bizim gənc auditoriyamızı da bizim söhbətimizə cəlb edeyim. Vətənpərvərlik, vətəndaşlıq. Bax, siz Pedaqoji Universitetinin şərəfinə bir alqış istəyirəm. Və yaxşı ki, həmişə bizimlə müzakirələrdə olursunuz, çox aktivsiz. Mən hər dəfə gənc auditoriya qismində o universitetin tələbələrini xüsusi qeyd etmək istəyirəm. Çünki dəfələrlə olurlar bizim proqramımızda qonaq. Yəqin ki, gələcəyin bir pedaqoqu kimi, psixoloqu kimi sizin də öhdənizə vəzifə düşür. Müəyyən mənada yox, elə birbaşa. Kim gələcək həyatında öz vətəndaşlıq borcundan irəli gələn vəzifələrindən danışmaq istəyir? Bəlkə biz elə Nəcibə xanım məktəbdən başlayaq. Buyurun. Bizim 45 saylı məktəbin tələbələri Rəhimə xanım bizimlə bərabərdir. Rəhimə, vətənpərvərlik nədir? Vətəni sevmək. Ümumiyyətlə vətən deyəndə hansı assosiasiyalar yaranır səndə? Mənə çox maraqlıdır. Neçənci sinifdə təhsil alırsan? Mən 10-cu sinifdə təhsil alıram. Vətən deyəndə, vətənpərvərlik daha doğrusu mənim üçün mənim ürəyimdə olan vətənə qarşı sevgimdir. Mən vətənpərvər insan kimi, mən gələcəkdə əczaçı olmaq istəyirəm. Mən bir vətənpərvər insan kimi əczaçı olub öz dövlətimi, öz xalqıma sağlam həyat üçün bir yol açmaq istəyirəm. Məsələn, dərman bitkilərindən, ya belə Seçimin tip sahəsidir. Tip sahəsidir. Ondan insanları sağlam həyata yol açmaq istəyirəm ki, xəstəliklərin sayı az olsun, uzun ömürlülük daha çox olsun. Bəs Rəhimə, heç belə məsələn belə arzuların olubmu? Sən hər bir müəyyən bir fəaliyyətlə bağlı olan layihə irəli sürəsən, sağlam həyat naminə nəyisə bir gənc yaşıdlarda təklif edəsən? Yox, mənim öz fikrim olmayıb, amma bizim məktəbdə bu layihələrdən çox istifadə olunur. Məsələn, elə vətənpərvərliklə bağlı layihələrimiz də çox olub. Sərgilər təşkil olunur, tədbirlər keçirilir. Özümüz də daha çox orada nümayiş olunur. Rəhimə xanım çox gözəl rəsm əsərləri var, əl işləri var və orada da sərgilənilir. Çox gözəl. Alqışlayırıq biz səni. Dostlarıma ötüb vətənpərvərlikdən danışsınlar bizə. Gənc yeniyetmə olaraq vətəninizə sevgini necə görürsünüz? Necə aşılanır sizə? Məncə vətənpərvərlik, yəni sözlə ifadə olunacaq bir his deyil. Vətənpərvərlik sonradan qazanılmır. İnsan doğulandan, yəni mən elə bir insanı tanımıram ki, o ucada dalğalanan bayrağını görsün və bu onu fəxr etməsin, bununla fəxr etməsin. Sən hesab edirsən ki, sadəcə bu sevgi insanla bərabər dünyaya gəlir. Bəli, bu sevgi insanla bərabər dünyaya gəlir. Bəs gələcəkdə
hərbi xidmətə çağırışda özünüzü necə görürsüz? Görürsən özünü Bəli, mən bu gün əskəri 15 yaşım xidmətdə? var. İstəyir indi yaxud bundan 50 il sonra mən vətənim üçün hər şey etməyə hazıram. Alqışlayarıq səni. Ötür mikrofonu dostuna, onu da eşidək. Gələcəyini necə görmək istəyir? Öz vətəni naminə Gələcəkdə mənim öz planlarım var. Özüm həkim olmaq istəyirəm. Gələcəkdə indi də öz təhsilimlə ölkəmi xaricdə təhsil alaraq ölkəmi təmsil etmək, onun bayrağını göylərə yüksəltmək, Azərbaycanda gələrək öz xalqıma yaxşı sağlamlıq onlara vermək istəyirəm. Yəni Necmi xanım, yaxşıdır. Sizin məktəb tibbə məktəb tələbələrdir. Düzdür, elə. Çox mərhəmətli və nəcib hisslə əslində məşğuldular. Biz də bunları alqışlayırıq. Pedaqoji universitetdən kim danışmaq istəyir arzularına? Mikrofonu ötürün dostunuza. Aha. Buyurun, buyurun. Bəli, əlbəttə uşaqlar qeyd elədilər. Vətənpərvərlik hissi ən uca hissdir. Biz də bildiyiniz kimi korreksiyaçı təlim fakültəsinin tələbələriyik. Bizim ixtisasımıza uyğun olaraq da, yəni gələcəkdə müəyyən sindromları olan uşaqlar, Down sindromu və yaxud da kəkələmə qüsuru, görmə qüsuru uşaqlarla biz işləyəcəyik. Mən də istəyirəm ki, gələcəkdə onlarla işləməklə vətənimə az da olsa, deməli, az da olsa vətənimə töhfələr verə bilim. İstəyirəm ki, gələcəkdə qüsurlu uşaqlar qalmasın bizim sayəmizdə, qrup yoldaşlarımız sayəsində inşallah ki, artıq qüsurlu uşaqlar ölkəmizdə qalmasın və dövlətimiz daha firavan vəziyyətə gəlsin. Təşəkkür edirik. Daha kim danışacaq universitetdən? Bizim xanımlarımız. Mikrofonu, bax xanım əyləşib qarşıda. Götürün mikrofonu öz arzularınızdan. Siz hər bir sahədə fəaliyyət göstərirsinizsə nümunəvi fəaliyyət. Bu artıq vətənə olan sevginizdir. Belə düşünürsünüzsə biz sizi eşidirik. Sözsüz, yəni insan vətənpərvərlik hissi həmişə ailədən gəlir. Yəni ailə birinci ona ötürür vətənpərvərlik hissini, daha sonra cəmiyyətdə, məktəbdə, universitetdə və başqa yerlərdə də vətənpərvərlik hissi Sizin ailədə necədir bu? Valideynlərinizdən, yaxın ətrafınızda, qohumlarınızda necə hiss edirsiniz vətənə olan sevgini? Söhbətlərdə nəsə var bir nümunə? Sözsüz, yəni məsələn vətənpərvərlik hissi işğal olunduğu zaman dövlətimiz ərazinin bütövlüyü uğrunda mübarizədə hər hansı bir insanı tədbirlərdə iştirak edirik. Aha. Belə. Yəni bu formada sizə təbliğ olunur. Bəli. Təşəkkür edirik. Universitetdə necə layihələr həyata keçirilir vətənpərvərlik mövzusunda? Hər hansı bir insanlarla görüşlərin təşkil olunması? Kim danışacaq? Mikrofonu ötürməyin. Hər bir insan sadəcə fikrinizi nümayiş elətdirə bilərsiniz. Universitetdə nə təşkil olunur sizdə? Layihələr həyata keçirilmir vətənpərvərliklə? Bəli, layihələr həyata keçirilir. Elə bu yaxınlarda demək olar bir layihə həyata keçirmişik. Vətənpərvərlik haqqında bizi çağırmışdılar. Orada psixoloqlarımız da iştirak elədilər və vətənpərvərlik haqqında demək olar 3 gün ardıcıl biz iştirak elədik həmin tədbirdə və çox gözəl Kim tədbir dəvət oldu. olunmuşdu tədbirə? Bizə çox maraqlıdır. Görüşdə yəni sizin tanınmış ziyalılarımızdan, Yazarlardan aha, biz dəvət eləmişdi universitetimiz. Sonda isə bizə çox gözəl məlumatlar aldıq. Doğrudan da ən çox da toxunduğumuz isə Mübariz İbrahimovla bağlı oldu, vətənpərvərlik hissi ilə bağlı oldu. Təşəkkür edirik. Araz, biz vətənpərvərlik hissinin aşılanmasında sadəcə bir qədər hərbi texniki üstünlüklərə daha çox istiqamət götürürük. Düşünürük ki, əgər torpağımı qorumağa hazıramsa, mən cəsarətli döyüşçüyəmsə, demək ki, hər şey yaxşıdır. Ancaq əgər mən o vətəni sonra qoruyub saxlaya bilməyəcəmsə, yəni onun müəyyən mənada inkişafına bir töhfə verə bilməyəcəmsə, qorumaq onu nəyə gəlir? Mənə elə gəlir ki, artıq 21-ci əsrdə bütün bu qloballaşma şəraitində vətənə olan sevginin istiqamətini də bir qədər dəyişmək lazımdır. Bax, sizin bayaq qeyd etdiyiniz kimi parlament səviyyəsində, ölkənin ali zirvəsi səviyyəsində ölkəni təmsil etmək, artıq ölkə başçısı kimi hücum taktikasına keçmək, qətiyyətlə öz fikrini ifadə etmək, biz nə vaxta qədər mərhəmətli olub, kiminsə mərhəmət hisslərinə sığınıb, insanlıq nümayiş etdirməsini gözləyəcəyik. Əksinə, mənə elə gəlir ki, artıq hücum etmək, heç sənə hücum etməmişdən öncə səsini qaldırıb sözünü demək, məqamı çoxdan yetib. Necə düşünürsən? Tamamilə doğrudur. Hamımız yadımızdadır ki, biz
Dədə Qorqud filminə baxanda orada anar ssenariyə bir cümlə əlavə eləmişdi bizim böyük yazıçımız. Əgər torpağı qorumadınsa, onu əkib becərməyə dəyməz. Əgər əkib becərmədinsə, onu qorumağa dəyməz. Bu çox dərin mənalı sözlərdir və müasir dillə desək, burada əkib becərmək, əgər o dövrdə bütün hər şeyi əkib becərməyin üstə dayanırdısa, bu gün artıq bütün fəaliyyətləri onu şamil eləmək olar. Əgər biz bu mədəniyyəti qorumuruqsa, əgər biz onu təbliğ eləmiriksə, əgər biz onu yaşatmırıqsa, yəni Azərbaycanın maddi və qeyri-maddi nemətlərini yaşatmırıqsa, onda onu qorumağın mənası nədir? Və belə bir fəlsəfi sual ortalığa çıxır. Və buna görə də siz tamamilə doğru qeyd elədiniz ki, indiki gənclik və bizim yaş kateqoriyasında olan insanların belə təsadüf elədi ki, təəssüf ki, biz müharibə dövründə yaşadıq və bizim üçün vətənpərvərlik anlayışı həmin dövr birbaşa artıq bizim yaddaşımızda yəqin ki, belə hopdu da. Ancaq ki, hazırki dövrdə çox şükürlər olsun ki, siz də bunu qeyd elədiniz, jurnalistlər də bunu görürlər ki, Azərbaycan artıq beynəlxalq miqyasda müdafiə olunmaq taktikasından hücum etmək taktikasına və öz dəyərlərinin keşiyində dura bilməyə qadir olan bir ölkəyə çevrilib və bu məsələdə heç bir dövlət qurumu, heç bir dövlət, heç bir tək şəxs bütün hər şeyi edə bilməz. Bunun üçün bütövlükdə cəmiyyət bu prosesə qoşulmalıdır. Məsələn, bu gənclər, mən baxıram gənclərə, bizim dövrümüzdə daha az imkanlar var idi. Məsələn, biz 15 yaşında olanda daha az imkan var idi. Biz ingilis dilini daha zəif bilirdik, belə deyək, xarici dillər daha zəif bilirdik. Ancaq bu gənclər hal-hazırda əksəriyyətini, əgər siz dindirsəz, görəcəksiniz ki, bir çox dilləri bilirlər. Belə olan halda biz ona nə tövsiyə edə bilərik? Məsələn, təbii ki, hal-hazırda kimsə silahı götürüb müharibəyə gedə bilməz 15 yaşında və bu üçün hələ ki, bəlkə də zaman yetişməyib. Ancaq klaviaturada Azərbaycanın, məsələn, Ağdamında dağılan bir məscidin, Şuşa yuxarı Gövhərağa məscidinin, digər Şuşa qalasının şəkillərini bu gənclərin hər bir, belə deyək də, top giriş sayı olan beynəlxalq saytlarda, mədəniyyət üzrə aparıcı dünya saytında, abidələr üzrə aparıcı dünya saytlarında, ədəbiyyat üzrə aparıcı dünya saytlarında, müxtəlif mədəniyyət institutlarının, lap elə BMT-nin, lap elə digər aparıcı qlobal institutların saytlarına, e-mail ünvanlarına bir Azərbaycanlı narahatçılığını ifadə eləsinlər. Qoy o bütün qurumlar hiss eləsinlər ki, Azərbaycan gənci öz fərqindədir öz mədəniyyətinə olan təcavüzdən, fərqindədir özünə olan təhdiddən və fərqindədir özünün hüquqlarından. Yəni sosial şəbəkə vasitəsilə hətta o gərginliyi saxlamaq vacibdir. Bəli, mütləq. Diqqəti özünə yönəltmək üçün. 21-ci əsrdə hər şeyi bilirsiniz ki, artıq cəmiyyət get-gedə fərdi cəmiyyətə doğru hərəkət eləyir. Artıq biz toplum ideologiyasından çıxış eləmirik. Hər bir şəxs öz mövqeyi var, öz hüququ var və multikulturalizm dövrüdür və çox müxtəliflik dövrüdür. Və nə qədər çox insan müəyyən bir hüquqlardan çıxış eləyirsə, həmin insanların səsi daha çox eşidilir. Və buna görə heç də gənclər düşünməsin ki, əgər mən hələ hərbi xidmətə gedə bilmirəmsə və ya mən hələ təhsil alıramsa, o deməkdir ki, mən siz də əskərsiz və hələ məlum deyil hansı əskər daha effektivdir. Məsələn, sən hazır dayanan, amma heç bir əməliyyatda iştirak eləməyən və ya klaviatura arxasında oturan və səsini minlərlə insana və ya məmura beynəlxalq səviyyədə çatdıran əskər. Bu da böyük bir məsələdir. Bir də əslində, Nalə xanıma bir şey əlavə eləmək istəyirəm. Rəhmə bizim şagirdimiz çıxış eləyəndə vurğuladı ki, məktəbdə müxtəlif vətənpərvərlik layihələri keçirilir. Bizim məktəbimizdə 1600-ə yaxın uşaq təhsil alır, şagird təhsil alır və 125 müəllim fəaliyyət göstərir. Kifayət qədər böyük məktəbdir, böyük kollektivdir. Və biz mütəmadi olaraq o uşaqlara vətənpərvərliyi necə aşılayacağıq sualını özümüzə müəllim olaraq, bir pedaqoji heyət olaraq bu sualı qoyuruq. Və mütəmadi o layihələrdən sadəcə birini sizə çatdırmaq istəyirəm ki, uşaqların maraq dairəsi formasında, cəzbedici bir formada həyata keçirmək üçün biz bir müsabiqə elan eləmişik. Kiçik həcmli esse və esse adı nədir? Vətən məndən nə gözləyir? Uşaq, hər bir uşaq, 1-11 hamı qatıla bilər bu müsabiqəyə və hər bir şagird özü kiçik həcmdə öz fikirlərini, öz rəyini yazır və orada bildirir ki, yəni mən vətən üçün nə eləməliyəm? Uşaq aləmində. Birinci sinif uşağı da qatılır ona ki, vətən məndən, Azərbaycan məndən nə gözləyir? Bunu eyni formada 11-ci sinif şagirdi yazır, daha püxtələşmiş, formalaşmış, artıq 11-ci sinif şagirdi də yazır ki... Əslində, bax, bu sizin layihə vətəndaşlıq hissini bir bəli, aşılayır ki, bilirsiniz, mən fikirlərimi həm də bir fikirlə davam elətdirmək istəyirəm. Heydər Əliyevin çox gözəl bir
bir çox fikirləri önəmlidir, amma mənim şəxsən bir müəllim kimi çox gözəl bir fikrinə çox böyük dəyərim var. Heydər Əliyev hələ mənim yadımdadır o fikri. Mən özüm onda məktəbdə oxuyurdum, universitetdə təhsil alırdım. O qeyd elədi ki, Azərbaycan yeni müstəqillik əldə eləmişdi. O qeyd elədi ki, çıxışların birində. Azərbaycan, bəli, bu günləri Azərbaycan müstəqildir və hamımız Azərbaycanın müstəqil olmağı ilə qürur duyuruq, fəxrlə deyirik ki, müstəqil Azərbaycanda yaşayıram. Amma hər kəs, Azərbaycanda yaşayan hər kəs özündə bir vətəndaşlıq hissi aşılamalıdır ki, bəs bu müstəqillik üçün, bu müstəqilliyin davam eləməsi üçün, yaşaması üçün mən bir vətəndaş olaraq nə verirəm? Və hər bir vətəndaş bilməlidir ki, onun da müstəqil Azərbaycan qabağında bir vətəndaşlıq borcu var. Onun da bir töhfəsi olmalıdır, onun da bir xidməti olmalıdır. Təşəkkür edirik Nəcibə xanım. Bizə redaktorumuz xəbər verdi. Bizim artıq qonağımız studiyadadır. Polkovnik leytenant Elşən Qarayeva istəyirəm dəvət edin studiyamıza. Xoş gəlmisiniz Elşən müəllim. Əsl məqamında gəlmisiniz. Çünki biz vətənpərvərlik istiqamətində, buyurun əyləşin, müəyyən istiqamətlərə toxunduq. Mənəvi, psixoloji, müəyyən mənada onun tərbiyəvi xüsusiyyətlərinə toxunduq. Ancaq hərbi texniki istiqamətində çox istərdik sizi eşidək. Bir təcrübəsi olan bir insan kimi bu mənada mənə elə gəlir ki, vətənpərvərlikdə cəsur, mərd, ərən yetişdirmək, ümumiyyətlə hərbi hazırlıqlı insanların yetişməsi və əskərliyə hazır olmaq üçün yeniyetmələrin arasında böyük bir iş görülməlidir. Müəyyən mənada müasir texnikalar var. Dünyaya açıq ölkə kimi biz internet vasitəsilə bütün bunların fərqindəyik və aşılayırıq. Nə yaxşı ki, Azərbaycan da dünyada bir ordusu, müasir silahlarla təchiz olunmuş güclü bir orduya malikdir. Əgər ordun yoxsa yurdun yoxdur, belə bir atalarımızın da misalı var. Ancaq aprel zəfəri artıq sanki bizim həyatımızda yeni bir mərhələni göstərdi və sübut elədi ki, Azərbaycan xalqı nəyə qadirdir? Təkcə onun texnikası ilə, onun nizam-intizamlı ordusu ilə deyil, hətta vətənpərvər oğulları ilə belə. Buyurun, işlətsin. Əvvəla bu verilişdə iştirak elədiyimə görə hamınıza minnətdaram. Bugün çox gözəl bir sizin suallarınızı ardıcıllıqla gələk. Veriliş vətənpərvərlik mövzusundan. Vətənpərvər insan olmur, vətənpərvər də olur. Biz tarixən bu torpağın, bu vətənin övladlarıyıq. Tarixən bu vətən, bu dövlət üçün, bu torpaq üçün canından keçənlər olur. Və onlar bizim qəhrəmanlıq simvollarıdır. Bizi kim tərbiyə eləyir, biz necə tərbiyə olunuq? Bizi həm ailədə, həm müəllimlər, həm də cəmiyyət tərbiyə eləyir. Bugün gənclərimizin vətənpərvərliyinə söz demək olmaz. Çünki həqiqətən də bizim gənclərimiz vətənpərvərdir, bəli. Bu nədən bilindi? Bu illərlə Ohanyan səddini bəhanə edərək ermənilərin keçilməz səddi var deyə bir şey olmadı. 2016-cı il aprel ayı bildirdi ki, heç də elə bir şey deyil. Şanlı ordu nəyə qadir olduğunu göstərdi. Müharibə demək olmaz, bu bir müharibə olmadı. Bu sadəcə olaraq bir döyüş əməliyyatı keçirildi. Çünki mən orada canlı şahid iştirak etdiyim bir insan kimi televizorlarda görmürsünüz, alınan səngərlərin vəziyyəti bəllidir. Düşmənin əskərlərinin vəziyyəti bəllidir. Yatdıqları yataqxanaların, deyək də belə, qazmaların vəziyyəti bəllidir. Belə bir ordu bizim ordunun qarşısında durması qeyri-mümkündür. Bunu bizim gənclərimiz məndən yaxşı bilir, çünki intellekt dünyada yaşayırıq. Amma internet, Facebook səhifələrində dünya ordunun sıralamalarına baxırlar. Ordular arasında dünyada 52-ci yerdədir. Bu elə-belə bir nailiyyət deyil. Son illərdə 91-ci ildən biz mənfur ermənilərlə döyüşə-döyüşə bu ordunu yaratmışıq. Bugün bizim gənclərin həqiqətən də bu gənclərdən üçün ölüb ölməyə dəyər. Bizim bu gənclərin aprel ayında biz orada iştirak edən zaman sonradan biz bunları baxmışıq televizora. Bizim orada televizor baxmağa imkan yoxdur. Millətin, xalqın, ruhunun yüksəkliyi, gənclərimizin hərbi komissariatlara getmiş, səfərbərlik idarələrinə getmiş, adlarını yazdırmaq. Bu özü nə demək? O deməkdir ki, bizim gəncliyimizə heç kim dil uzada bilməz. Bunlar bizim gələcəyimizdir. Bunlar bizim qəhrəmanlarımızdır. Bunların içərisindən
hər bir vətəndaş çıxacaq, cəmiyyətə yararlı. Bu günlərim, mən yenə deyirəm, bizim gənclərimizi əsasən cəmiyyət yetişdirir. Belə bir dövlətdə bizim gənclərimizin heç bir problemi yoxdur. Gözəl model məktəblərimiz var, ali təhsil ocaqlarımız var. Orta məktəblər özünüz bilirsiniz, son illərdə neçə böyük bir məktəblər inşa edilib, böyük bir məktəb. Biz tez-tez oluruq məktəblərdə. Bizim gənclərimizin dünyada, mən dünya Azərbaycanlıların tələbələrlə, dünyanın bütün ölkəsində olan, oranın vətəndaşı olub, orada yaşayıb, boya başa çatan, hətta babaları belə 1915, 17, 18-ci illərdən köçüb Azərbaycandan getmiş, kökləri Azərbaycanlı olan tələbələrlə görüşmüşəm. Sizi inandırım ki, o tələbələrin daha da çox maarifləndirilməsinə ehtiyac var bugün. Bizim gənclərimiz dayanmır. Əgər bizim əskərlərimiz səngərdə düşmənlə döyüşürsə, bizim gənclərimiz xarici ölkələrdə öz bilik bacarıqları ilə, savadları ilə döyüşür. Bəli, bu günlərin biz, xalq, gənclik, vəhdət təşkil etməlidir. Və bununla da bütün dünyaya biz göstəririk ki, biz Azərbaycan xalqı olaraq torpaqlarımızı bir erməniyə verməmişik. Bu günlərin, mən sizə bir söz deyim ki, biz danışırıq ermənilərin zəifliyinə. Bugün biz bir dövlətlə müharibə etmirik. Baxın, əvvəl deyirdilər ki, bir millət, iki dövlət. Eşitdiniz onu. İndi deyilir, bir millət, 6 dövlət. Mən bu günlərim səhər-səhər bir tədbirdə oldum, bir görüşdə oldum. Bilirsiniz, bu günlərim biz Azərbaycanlı yox, ümumi müsəlman dünyasının bu dəqiqələrim simvolik bir ölkəsinə çevrilmiş. Bütün müsəlman ölkələrində Azərbaycan bu dəqiqə inkişaf etmiş bir dövlət səviyyəsinə çatıb. Bu ordusunda da belədir, təhsilində də belədir, iqtisadiyyatında da belədir, gəncliyində də belədir. Əgər biz qabaqlar 10 nəfər, 20 nəfər xarici ölkədə tələbələrimiz varsa, bu günlərim minlərlə xarici ölkələrdə tələbələrimiz var və gözəl nailiyyətlərlə. Qabaq idman növlərində zəif idisə, bu illərin bütün idman növlərində biz bayrağımızı qaldırırıq. Gün o gün olacaq, yenə deyirəm, bu gənclik çiyin-çiyinə verib o bayrağı dediyimiz yerdə, Şuşada qaldırırıq. Ümumi müsəlman ölkəsinə, bu dəqiqə bütün dünyada müsəlman ölkəsinə qibtə deyirlər. Hamı qorxur. Hamı müsəlman... O birlikdən, o vəhdətdən qorxur. Bu günlərin müsəlman dünyasının birləşməsi bəzi dövlətlərə burada açıq danışaq, xristiyan ölkələrin heç birinə sərf eləmir. Türk dövlətlərinin özlərinin Bakıda yığışması və zirvə görüşünün keçirilməsi, hal-hazırda biz o tədbirə ev sahibliyi edirik və doğrudan da bu qürur vericidir ki, ölkələrin regionda yığışaraq bir söz sahibi kimi, Azərbaycanın bir təşəbbüskar kimi, islahatçı kimi qəbul etməsi və onunla hesablaşması, mən əslində düz deyirsiniz, bu diqqəti cəlb eləyir. Digər regionlarında, digər ölkələrində, istəyir qərb dünyasını, istəyir okyanın o tayından artıq Azərbaycanı bir təşəbbüskar kimi hesab edirlər. Və biz hər şeydə təşəbbüskar nəyin təşəbbüsçüsü olmuşuq Günel? Mərhəmətin, yurdsevərliyin, yurda bağlılığın, biz Türk xalqı olaraq oturaq xalqlar sırasındayıq və nə yaxşı ki bizim milli ənənəmizdə, kökümüzdə də qapısını, bacasını, bir parça torpağını sevmək var. Və bütün bu sevgilərdən yaranır əslində ümumi vətən sevgisi. Biz bunu ədəbiyyatımızda da aşılayırıq gənclərimizə. Bəli, ədəbiyyatın birbaşa olaraq, ümumiyyətlə incəsənətin birbaşa olaraq insan psixikasında rolu çox böyükdür. Adi bir kinoya baxıb da o qədər ruhlanıb çox şey etmək olar, qəhrəmana dönmək olar. Mən məsələn, Allah şəhidimizə rəhmət eləsin, Mübariz İbrahimovun fotolarına baxanda nədənsə bir zamanların Hollywood filmlərində məşhur Rembo obrazı var idi. Yəni ki, düşünürəm ki, bax, həmin o filmdən, bizdə həmin o filmlərdə boşluq olduğu zaman, o Hollywood filmlərinin, bax, belə önəmli filmləri gələndə ondan bir ruhlanma var idi. Bu, mütləq şəkildə belədir. Amma həm də düşünürəm ki, bəli, vətənpərvərlik ümumiyyətlə elə bir hissdir ki, sən ən əzizin üçün gözünü qırpmadan ölmə gedə bilərsən. Amma vətən üçün həm də yaşamaq lazımdır. Vətən üçün həm də inkişaf etmək lazımdır. Bir maraqlı bir söz var, deyir ki, millətdə ruh yaşasın.
Yəni ruhun ölümü əlində silah da ola bilər, çox inkişaf etmiş də ola bilərsən, amma sənin inamın, ruhun ölərsə, sən yerindən tərpənməyə bilərsən. O ruhu həmişə ayaq üstə saxlamaq lazımdır. Bunun üçün də əlbəttə ki, ədiblərimiz əlindən gələni əsirgəmirlər. Amma həm də düşünürəm ki, vətənpərvərlik təkcə şeir, şüar, söz deyil, əməldir. Avestada maraqlı bir söz var, deyir, havmata, hukda, varaşda, doğru düşün, doğru danış, əməlin də doğru olsun. Və bu üç vəhdət hər bir insanda toplananda bir vətəndaş kimi həmin adam artıq öz istiqamətini müəyyənləşdirə bilir. O səbəbdən də bəli, vətənpərvərlik həm də fərdi məsələ deyil, həm də situasiya məsələsidir. Müəyyən bir məqam yarana bilər ki, sənin zəif tanıdığın bir insan elə bir tərəflərini aça bilər və yaxud da güclü tərəfdən tanıdığın insan qorxaqlıq nümayiş elətdirə bilər. Ona görə də bu situasiya və hadisə məsələsidir. Düşünürəm ki, ədəbiyyatımızda, məsələn, müasir gəncləri oxusaz, biz həmin o, bayaq dediyim kimi, depressiv yaralara məlhəm qoymaq üçün bir ideoloq kimi çıxış eləyirik. Gənclərimizdə, demirəm çoxdur, amma müəyyən gənclərimiz var ki, hələ vətənpərvərlik yönümündə əsərlər yazmağa keçid etməmişdən öncə cəmiyyəti müəyyən məlhəm funksiyasına gətirmək istəyir, yəni məlhəm qoymaq istəyir onun yarasına. İdeoloji fikirlər deyir, onu yetişdirmək istəyir. Məktəb deyib də yalnız quruca təhsili nəzərdə tutmur. Köklü, savadlı insan olmağı, insan yetişiminə köklənmək istəyir. Müasir, yəni yazar ədəbiyyatımızda bu özünü mütləq biruzə verir. Bəli, bundan öncə də müxtəlif əsərlər olub, olacaq da. Ədəbiyyatın ən böyük missiyası həm də cəmiyyətinə xidmət etmək missiyasıdır. Düşünürəm ki, vətənpərvərlik də xüsusi bir istiqamət kimi ədəbiyyatımızın ön sıralarındadır. Necmə xanım, əgər deyəcəkləriniz varsa, əlavəniz varsa. Özünüz bilirsiniz ki, biz bayaqdan da təhsil ətrafında danışırdıq, amma çox gözəl bir mövzu burada vurğulanır. Düzdür, mənim üçün çox acılıdır bu mövzu, şəhidlik mövzusu və ilk danışığımızın da başında sizə qeyd elədim ki, biz öz gənc nəslimizi öz qəhrəmanlarımızın nümunəsində vətənpərvər böyütməliyik. Yəni, bizim kifayət qədər qəhrəmanlarımız var ki, onların həyat yolu bir nümunədir. Onlardan biri də mənim həyat yoldaşımın həyat yoludur. Mənim həyat yoldaşım polkovnik leytenant Sənan Axundov kəşfiyyat idarə rəisi vəzifəsində şəhid olub və o özü aprelin 18-də Lələtəpədə artıq aprel döyüşlərində azad olmuş ərazilərdə, minalanmış ərazidə, qarşı tərəfdən, düşmən tərəfindən minalanmış ərazidə kəşfiyyat işləri apararkən öz tabeliyində olan başqa bir zabitin, baxmayaraq ki, özü minalanmış ərazidən qayıdıb çıxmışdı, öz tabeliyində olan başqa bir zabitin minaya düşməsini eşidib, hətta görməyib. Çünki apreldə Elşən müəllim təsdiq eləyə bilər, ərazilər təzə alınmışdı və orada göz görüntüsü mən bildiyim qədər yox idi. Çünki ot kifayət qədər hündür idi. O eşidib və həmin insanın arxasınca qayıdıb. Yəni, həmin an Sənan nəinki hərbiçi kimi hərəkət edib. Biz deyirik vətəndaşlıq borcu. O bir insan kimi, bir əsl vətəndaş kimi, Azərbaycanlı kimi hərəkət edib. O başqa bir Azərbaycanlının arxasınca gedib. Mən bilmirəm o nə düşünür, həmin an hansı hisslər içindən keçib. Amma mən belə təxmin eləyirəm ki, o fikirləşib ki, fərq etməz. Bu insan, həmin zabit orada şəhid olsa da, nəşini götürüm, qarşı tərəfə qalmasın. Və yaxud da yaralıdırsa onu xilas edeyim. Biz deyirik vətənpərvərlik. Mən düşünürəm ki, bax, vətənpərvərliyin nümunəsi budur. O insanı heç nə... nümunəsi olmalıdır ki... Bəli, bu nümunədir və biz bu nümunələrin əsasında öz gənc nəslimizi tərbiyə eləməliyik. Sənan ora qayıtmaya da bilərdi həmin insanın arxasınca, çünki özünün böyük bir heyəti var idi, əskər zabit heyəti. Ona heç nə məcbur eləmirdi. Hərbi kodeksdə də var ki, Elşən müəllim təsdiqləyə bilər ki, o vacib deyil. Amma görürsünüz, onun arxasınca gedib və ilk tibbi yardım göstərib, öz kəmərini çıxardıb, onun ayağını bağlayıb, qan axmasının qabağını alıb, bizə tərəf gətirməyə çalışıb və köməyin gəldiyini gördükdən sonra aralanıb, lakin özü düşməni başqa bir minasına tuş gəlib və şəhid olub. Və mən nəyə görə bu mövzuya vurulamaq istəyirəm? Düzdür, bu çox çətindir və demək olar ki, mən bu mövzuya toxunmuram, bacardığım qədər. Çünki
onu danışmaq özü mənə çətindir. Əlbəttə. Amma nəyə görə vurğulayıram? Bizim bugünkü auditoriyamızda gənc nəsildir. Aras kimi gözəl bir gənc nəslimiz oturub və mən nümayəndəsi oturub və mən demək istəyirəm ki, mənim oğlum Tahir, mən öz oğlumun timsalını göstərmək istəyirəm ki, doğrudan da bizim Azərbaycan uşaqlarımız o içindəki vətənpərvərliyi hərə bir cür göstərir. Mənim oğlum baxmayaraq ki, atası şəhid olub və hərbiçi statusunda şəhid olub, o yenə də öz həyatını hərbi sektoruna bağlamağa qərar verdi. Və o bu il yay ərzində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olundu. Öz arzusuna çatdı Necla xanım. Öz arzusuna çatdı və Nailə xanım, inanırsınız, Tahir o hərbi uniformanınkini geyinəndə və biz and içmə mərasimi oldu. Orada bütün uşaqlar, hərbi həkimlər and içirlər. Çox möhtəşəm bir and içmə mərasimi olur. Hərbiçilərin, hərbi həkimlərin, kursantların. Orada hamı və həmin kursantlar, hərbiçilər, onlar and içirlər ki, biz dövlətimizə, xalqımıza, millətimizə layiqli mütəxəssis olacağıq. Amma bu uşaq əlavə də bir and içdi ki, mən atamın qisasını alacağam. Biz əslində vətənpərvərlik mövzusunda vətənin müdafiəsindən Elşən müəllimə ilə gəlir ki, qürurla, fəxrlə və rahat danışa bilirik. Çünki doğrudan da bax bu cür ailələrin nümunəsində, hətta mənə elə gəlir ki, Sənan Axundovun ruhu şaddır. Çünki ondan sonra qalan onun həyat yoldaşı, onun övladı öz vətəninə o qədər sədaqətlə xidmət edəcək. Bunu bir daha nümunəsində o qədər ucaldacaq ki, hələ Sənan kimi oğullarımız bizim çox olacaq. Nailə xanım, bir şey vurğulamaq istəyirəm. Bizim çox az bir vaxtımız qalır. Mən istəyirəm Elşən müəllim bizim verilişimizə çox gec qoşuldu. Bir dənə söz vurğulayacağam. Baxın, dünyada gənclərə aiddir bu. Açın, bütün dünyanın ölkələrinin gimlərini oxuyun. Görün, orada hüququndan keçən əsgər sözü varmı? İnsan həyatda öz hüququndan keçirsə... Yəni, bu bizim himnimizdə artıq... Bu, o deməkdir ki, siz gənclərdən ötürü bizim kimi insanlar hüququndan keçməyə qadirdir. Biz yaşama hüququmuzdan keçmişik. Bugün, baxın, qazi kimdir? Bunun gözəl bir təhlili var. Türkiyə kanallarında göstəriblər. Qazi kimdir? Ölmək istəyib ölə bilməyən, şəhadətə çata bilməyənlər qazilərdir. Şəhidlər ölür, başımızın tacıdır. Qazilər ölümdən bir addım qaydanlardır, mənim kimilərdir. Biz bugün yenə də olsa o şəhadətə qovuşmaq üçün gedəcəyik. Niyə gedəcəyik? Çünki bizim arxamızda sizin kimi gənclər var. Bu günlərim Sənan kimi, Raqif Orucov kimi, Mübariz İbrahimov kimi, neçə bizim gənclərimiz yetişəcək. Mən onların, Allah ömrünü uzun eləsin ki, bizim gənclər, indi bu günlərim onların həyatına son verilib. Bu günlərim onların həyatına son verilməklə biz necə həyat qazandırmışıq, necə gənc yetişdirmişik, necə gəncin ən alində bayraq olub. Necə bizim bayrağımızı yüksəldirlər, bugün o insanların adıyla bu uşaqlar yetişir. Və bu günlərim, bəli, və bir sualı necə verdirsiniz, o... Yəni, biz artıq bunu cəsarət nümunəsində... Bəli, bu günlərim bizim qorxacağı heç bir dövlət yoxdur. Bir də bəyə bir söz dediniz, Azərbaycanın inkişafı barədə. Azərbaycan həm də inkişafı ilə bəzi ölkələrə təhlükədir. Bu sürətdə bu dövlət inkişaf etməyi bəzi ölkələrdə həqiqətən də, Qafqaziyanı demirəm mən, Qafqaziya ölkələrində bilirsiniz, yeganə ən güclü dövlət Azərbaycan dövlət. İqtisadi cəhətdə, hərbi cəhətdə, hər bir şərait. Amma artıq bəzi dövlətlərin də düşünməsinə məcbur edib. Bu da bu ölkənin vətəndaşlarının, bu ölkənin gənclərinin, bu ölkənin qəhrəmanlarına borcludur. Çünki var dedikcə, bu qəhrəmanlar olduqca bu millət daha da qalxacaq ayağa, daha da inatçar olacaq. Gənclər də eyni. Mənim gənclərə, mən biraz üzürlü hesab edin, gec gəldimə, mən daha gözəl diskusiya şəklində istəyərdim bu olsun. Çünki bu günlərim biz danışırıq, gənclər bizə qulaq asır. Amma bugün biz gəncləri dinləməliyik. Çünki bizim onların beyinlərində formalaşan fikirlərə ehtiyacımız da var. Çünki onlar necə yetişir? Onlar, bu günlərim mən heç bir irad heç kimə tuta bilmərəm. Bugün istəyərdim ki, Azərbaycan xalqında
hər bir müəssisəsində, hər bir məktəbində, hər bir təhsil ocağında birinci Azərbaycan himnindən başlasın. Eşəm əslində dərslərimiz səhər himnlə başlayır. Həqiqətən də. Mən yenə deyirəm, mən biraz çünki həqiqətən bizim işimizin çoxsu yarımçıq qaldı. Amma mən inanıram ki, bunlar onu davam etdirəcək. Biz də inanırıq, təşəkkür edirik və çox təəssüflər olsun ki, bizim efir vaxtımız məhduddur və buna bizim imkanımız çatmır. Biz vətənpərvərlik mövzusunu həmişə işıqlandırmağa hazırıq və sizi də studiyamıza görməyə hazırıq. Təşəkkür edirik bizimləydiniz. Biz çıxışa doğru yenidən bir yolun sonuna gəldik, çatdıq. Növbəti verilişlərdə görüşmək ümidi ilə salamat qalın.